Salam əziz şagirdlər, biz bu günləri mürəkkəb cümləni, yəni daha doğrusu tabeli mürəkkəb cümləni keçəcəyik. Lakin əvvəlcə baxaq görək ki, mürəkkəb cümlə nə deməkdir? İki və ya daha çox sadə cümlənin birləşməsindən yaranan cümlələrə mürəkkəb cümlələr deyilir. Sadə cümlə nədir? Əvvəlcə ona baxaq. Sadə cümləni biz keçmişdik ki, yalnız bir qrammatik əsası olurdu. Bu nə deməkdir? Yalnız bir qrammatik əsası, yəni bir mübtəda və eyni zamanda bir xəbərdən ibarət olmaq. Bir mübtəda və bir xəbər. Məsəl üçün deyə bilərik ki, yağış yağır. Nə edir? Yağır, nə? Yağış. Sadə cümlələrdə bir qrammatik əsas olurdu. Lakin mürəkkəb cümlələrdə isə iki qrammatik əsas olmalıdır. Yəni iki ayrı iş və o işi görən iki ayrı şəxs olmalıdır. Məsəl üçün deyək ki, yağış yağır. Yerlər palçıq olur. Yağan yağışdır, yağır yağış. Palçıq olan yerlərdir. Yəni burada hər xəbərin özünün ayrıca mübtədası varsa, bu artıq mürəkkəb cümlədir. Mürəkkəb cümlənin əsas bir sıra xüsusiyyətləri olur. İş görənlər fərqli olmalıdır və fikir verirsiniz, işi görən yağışdır, digərində isə yerdir. Yəni palçıq olan isə yerdir. Hər hissənin özünə ayrı xəbəri olmalıdır və hər xəbər fərqli bir mübtədaya tabi olmalıdır. Bir də ki, məna bağlılığı. Bu cümlələr arasından bir-birinə tam qopuq deyil, bir hadisəni tamamlamaq üçün birləşirlər. İntonasiyalardan, bağlayıcılardan istifadə olunur. Tabeli mürəkkəb cümlələrdə ən çox aydınlaşdırma və səbəb bağlayıcılarından, tabesizdə isə qarşılaşdırma, inkar, iştirak, bu kimi bağlayıcılardan istifadə olunur. Deməli, tabeli mürəkkəb cümlə olsun və yaxud da ki, ümumilikdə istər tabeli, istər tabesiz, bunlar da həm intonasiya ilə, həm də ki, bağlayıcılarla bağlana bilirlər. Məsəl üçün deyək ki, mən dəftərimi götürdüm. Sən isə kitablarını götürdün. Fikir veririk ki, burada biz nədən istifadə elədik? İsədən. Və yaxud da deyək ki, günəş çıxdı. Təbiət oyandı. Oyandı. Burada isə biz vergüldən istifadə elədik. Yəni vergüllə bağladıq. Və yaxud da deyə bilərik ki, başqa. Müəllim içəri girdi, şagirdlər ayağa qalxdı. Yenə də eyni zamanda fikir veririk ki, hər mübtədanın öz xəbəri var və vergüllə, yəni intonasiya ilə bağlanıbdır. Daha sonra bir qeyd kimi yadda saxlamaq lazımdır ki, bəzən bir cümlədə iki xəbər ola bilər. Lakin bu o demək deyil ki, həmin cümlə mürəkkəbdir. Məsəl üçün deyirəm ki, müəllimə içəri girdi və gəlməyənləri soruşdu. Baxın, girdi kim? Müəllim. Soruşdu kim? Yenə də müəllim. Yəni içəri girən də müəllimdir, soruşan da müəllimdir. Hər iki işi icra eləyən müəllimdir. Bu iki xəbər bir mübtədaya, yəni bir mübtəda ilə əlaqəyə giribdir. Burada həmciz xəbərlər var, mürəkkəb cümlə yoxdur. Həmciz xəbərli sadə cümlədir. Çünki mürəkkəb olması üçün hər mübtədanın özünün ayrıca bir xəbəri olmalıdır. Və yaxud da belə bir cümləyə baxaq.
Külək əsir. Yarpaqları yerə tökürdü. Bir də deyirəm ki, külək əsir. Yarpaqlar yerə tökülürdü. Baxın uşaqlar, əsir nə? Külək. Tökürdü. Nəyi? Yarpaqları nə? Külək. Əsən də küləkdir. Yarpaqları yerə tökən də küləkdir. Deməli, bu o deməkdir ki, bu sadə cümlədir. Həmciz xəbərli sadə cümlədir. Çünki hər işi icra edən küləkdir. Bir də deyirəm ki, əsir nə? Külək. Tökülürdü nə? Yarpaqlar. Haraya? Yerə. Səhvlik. Əsən küləkdir, tökülən yarpaqdır. Onu nəsə tökmür də, mübtəda var. Ayrı-ayrı mübtəda, ayrı-ayrı xəbərə tabedir. Bu artıq olur mürəkkəb cümlə, yəni tabesiz mürəkkəb cümlə. Bura qədər mən düşünürəm ki, artıq aydındır. İndi biz sizlə tabeli və tabesiz mürəkkəb cümlələrin fərqinə baxacağıq. Tabesizi tabeldən necə fərqləndirməliyik? Tabesiz mürəkkəb cümlə haqqında qısa məlumat verim. Çünki tabesizin, belə deyim ki, sizə növləri buraxılışda da, blokda da düşmür. Sadəcə olaraq cümlədə tabesizlə tabelini fərqləndirməyi bacarmalısınız. Tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlənin tərəfləri birinci növbədə bərabər hüquqludur. Bu deməkdir ki, tərəflərdən biri digərindən asılı deyil. Bağlanma yolları isə həm intonasiya ilə bağlana bilir, həm eyni zamanda tabesizlik bağlayıcıları ilə. Mən sizə zamanında demişəm ki, nitq hissələrini də oxuyanda, cümlə üzvlərini də oxuyanda, sadə cümləni və yaxud da eyni zamanda bağlayıcıları oxuyanda, ümumiyyətlə bütün Azərbaycan dilində əvvəlki mövzuları yaxşı bilmirsinizsə, tabeli və tabesiz sizə çox çətin gələcək. Çünki siz əgər tabesiz bağlayıcı ilə tabeli bağlayıcı bir-birinə fərqləndirə bilmirsinizsə və yaxud da sadə cümlə nədir bilmirsinizsə, təbii ki, bu mövzuda gəlib dayanacaqsınız, qırılacaqsınız. Ona görə də xahiş edirəm ki, verilən mövzuları düzgün şəkildə mənimsəyin, oxuyun. Çünki Azərbaycan dilində mövzular bir-biri ilə zəncirvari bağlıdır. Deməli belə, intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanırlar. Məsələn, nə deyə bilərik biz? Ya bu işə əncam çəkin, ya da mən işdən çıxıram. Baxın uşaqlar, burada fikir veririk ki, mübtəda yoxdur. Deyəcəksən, hə, mübtədası yoxdur da. Deməli, onda bu yəqin ki, sadə cümlədir. Elə deyil. Biz bunun qarşısına nə qoya bilirik? Siz. Beynimizdə siz qoyuruq da, düzdürmü? Siz ya bu işə əncam çəkin, ya da mən işdən çıxıram. Yenə də hər iki işi fərqli bir şəxs gördü. Bu tabesiz mürəkkəb cümlədir. Bir də eyni zamanda tabesiz mürəkkəb cümlələri qopardıb sadə cümlə halına gətirmək olur, parçalamaq olur. Çünki burada hər iki hissəni sərbəst görürük biz. Birinci hissəni desən, ikinci ehtiyac duyulmur. Bayaq iki sözə gələk biz. Külək əsir, yarpaqlar tökülür. Biz burada əsir sözündən sonra nöqtə qoya bilərik. Külək əsir, burada da böyük hərflə yarpaqlar tökülür.
sadə cümlə halına gətirdi. Tərəflər bir-birindən asılı deyil. Bir hissə digər bir hissəni davamlı tələb eləmir özündən. Ona görə tabesiz mürəkkəb cümlədə birinci hissəni deyəndə ikinci hissəyə ehtiyac duyulmuyor. Fikir tam şəkildə formalaşır. Ona görə bərabər hüquqludur. İndi biz gəlirik tabeli mürəkkəb cümləyə. Bəs yaxşı, tabeli mürəkkəb cümlə necədir? Tabeli mürəkkəb cümlə bərabər hüquqlu deyil. Tabeli mürəkkəb cümlədə bir əsas tərəf var. Bir də asılı. Nə demək istədiyimdir? Bir baş cümlə var. Kvadrat formasında olan başdır. Bir də budaq cümlə var. Və bizim oxumuz həmişə başa doğru gedir. Yumru olan budaqdır. Yəni, tərəflərdən biri digərindən asılı olur. Və eyni zamanda bir çox bağlama vasitələri var. Tabeli bağlayıcılarla bağlana bilir. Eyni zamanda belə deyim ki, sizə ədatı ilə bağlana bilir və başqa hissəciklərlə falan bağlana bilər. O barədə danışacağım. Və tərəfin birini dediyimiz zaman sual çıxır ortaya. Çünki axı bir tərəf digərlə asılıdır, cümlənin tamamlanmağını gözləyir. Deyirəm ki, Əli bilir ki, deyirsən, Əli nəyi bilir? Nəyi bilir? Sual yaranır. Zəhmət çəkmədən uğur qazanmaq olmaz. Deməli belə. Əli bilir ki, Əli nəyi bilir? Çıxdı sual ortaya. Zəhmət çəkmədən uğur qazanmaq olmaz. Yəni, cümləni biz parçalayıb bir cümlə halına gətirə bilmirik. Sadə cümləyə çevirə bilmirik. Çünki tərəfin biri digərindən asılıdır, ortaya sual çıxır. Lakin, hər ikisinin ortaq cəhətləri var. Hər iki növ, istər tabeli, istər tabesiz. Sadə cümlələrin birləşməsinə yaranır. Sadə cümlələrin növlərini bilirsiniz də yəqin ki, keçmişdir. Müəyyən şəxsli cümlə, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz, adlıq cümlə. Bunlar. Hər ikisinin tərkib hissələri arasında müəyyən məna əlaqələri olur. Və hər iki növ həm bağlayıcılarla, həm də intonasiyalarla yaranmış olur. Fərqli cəhət budur ki, tabesiz cümlələr sərbəstdir, tabelidə isə bir hissə digərindən asılıdır, yəni izah tələb edir. Tabesiz cümlələr bərabər səviyyədə iştirak edir, bərabər hüquqludur, tabelidə biri əsas, digər asılıdır. İşlədilən bağlayıcı növlərdə fərqlidir. Birində tabesizlik bağlayıcıları, birində tabelilik bağlayıcıları olur. Tabeli mürəkkəb cümlələr. Mürəkkəb cümlələr dedik. Tabeli mürəkkəb cümlələrdə əsas və aslı tərəflər var. Əsas, yəni hesab olunur baş. Başdakı kvadrat formada olur. Budaq isə yumru. Budaq hər zaman başdan asılı olacaq. Tabeli mürəkkəb cümləni hansı vasitələrlə bağlayırlar? Və oxu hissəsi bir də yadda saxlayaq ki, başa doğru olmalıdır. Yadda saxlayaq. Tabeli mürəkkəb cümləni bağlayan vasitələrimiz var. 1. Bağlayıcılarla bağlanır. 2. Çünki, əgər, hərçənd, madam, şərt bağlayıcılardır, səbəb bağlayıcılardır, aydınlaşdırma bağlayıcılardır. İkincisi, bağlanır bağlayıcı sözlərlə. Bağlayıcı sözlər ümumiyyətlə əvəzliklərin sual əvəzlikləridir. Yəni ki, bildim ki, əvəzliklər istifadə olunur orada. Sual əvəzliklərindən biz bağlayıcı söz kimi istifadə edir tabeli mürəkkəb cümlədə. Daha sonra şəkilçilər. Şəkilçilər dediyim sasə şərt şəkli. Bir də sağ üstəgənsin da. Yəni sağ üstəgənsin dadə ədatı. Sağdan sonra gələn dadə bağlayıcı deyil. Birbaşa onu yadda saxlayın. Bir də ki sağ, yəni isə hissəciyi. Daha sonra deməli istifadə olunur m ədatından. Bir də ki intonasiyadan. Birbaşa olaraq deməli tabeli mürəkkəb cümləni bağlayan vasitələr nələr oldu? Bağlayıcılar,
bağlayıcı sözlər, şəkilçilər, m ədatı, bir də intonasiya. Nə zaman baş cümlə budaq cümlədən əvvəl gələcək? Çox rahat uşaqlar. Əgər ki bağlayıcısı ilə bağlanıbsa, məsələn deyirəm ki, gördü ki, dostu gəlir. Deməli, burada birinci gələn başdır, ikinci gələn budaq. Ki ilə bağlandıqda, səbəb bağlayıcıları ilə bağlananda. Çünki, ona görə ki, ondan ötürü ki, bir halda ki və s. Məsələn, deyirəm ki, o məktəbə gəlmədi. Çünki xəstə idi. Bilirəm hansı sualı fikirləşdiniz. Deyəcəksiniz ki, ay müəllimə, axı burada, yəni, o gəlmədi, o xəstə idi. Bu sadə cümlədir. Mənim o dediyim qayda tabirsiz mürəkkəb cümləyə aid idi. Ki, hər mübtədanın özünün xəbəri olmalıdır. Tabiri mürəkkəb cümlədə o qayda yoxdur. Tabiri mürəkkəb cümlənin bağlayan vasitələr var. Həmin vasitələrə baxırıq. Başqa da heç nəyə. Yəni, orada bəzən iki xəbər bir mübtədaya tabi ola bilər. O məktəbə gəlmədi, çünki xəstə idi. Çünki bağlayıcısı varsa, yenə də eyni qayda. Baş əvvəldədir, budaq sonrada. Deməli, ki bağlayıcısından istifadə olunanda, səbəb bağlayıcısından istifadə olunanda, bir də uşaqlar eyni zamanda intonasiya ilə bağlanarsa. Məsələn, deyirəm ki, el bilir, sən mənimsən. Və yaxud da, buna biz nə əlavə edə bilirik uşaqlar beynimizdə? El bilir ki, düzdürmü? Biz əgər buna ki əlavə edə biliriksə, eyni qaydadır. Baş, sonra budaq. Deməli, başın budaqdan əvvəl gəldiyi versiyalar hansıdır? Ki bağlayıcısı, səbəb bağlayıcıları, bir də intonasiya ilə bağlananda ki, biz ona ki bərpa edə biliriksə, baş budaqdan əvvəl gəlib. Bəs nə zaman budaq başdan əvvəl gələr? Ona baxaq. Əgər şərt bağlayıcıları varsa, məsələn deyək ki, əgər, hərgah, indiki, bir halda ki, madam ki, məsələn deyirəm ki, əgər sən məktəbə gəlsən, mən sənə qiymət yazacağam. Bu zaman gələn birinci budaq, ikinci başdır. Sonra bağlayıcı sözlər varsa, məsələn, bilirik ki, bağlayıcı sözlər sual əvəzliklərdir. Kim desə, qalibdir. Qalibdir. Kim desə, burada kim bağlayıcı söz olduğundan dolayı, budaq başdan əvvəldir. Şərt şəkilçisi. Bax, yadda saxlayın. Şərt şəkilçisi deyirəm. Şərt, belə deyim, nəsə, hissəcik yox. Şərt şəkli. Yağış yağsa, evə gedə bilməyəcək. Qısa yazdım. Yağış yağsa, şərt şəkli ilə bağlandı, budaq başdan əvvəl gəlibdir. Dördüncü qaydamız budur ki, və eyni zamanda bu dediyim isə hissəciyinə də aiddir. O məktəbə gəldisə, müəllim əsəbləşməyəcək. Burada isə hissəcikdir artıq. Sonra güzəşt bağlayıcıları varsa, hərçənd ki,
və yaxud da sağ üstə gəldə deyə bilərik ki, oxumasa da bilir. Sada varsa, yenə budaq başdan əvvəl gəlib deməli. Daha sonra modal sözlər var. Modal söz üstə gəlsin, amma ancaq. Yəni, modal söz üstə gəl, amma ancaq. Düzdür, o oxumayıb, ancaq hazır cavabdır. Sonra m ədatı ilə bağlana bilər. Güneş çıxdı mı? Hər yer quruyur. Bir də uşaqlar, deməli nəylərlə bağladı? Şərt bağlayıcısı, bağlayıcı söz, şərt şəkli, şərt hissəciyi, güzəşt bağlayıcısı, modal söz üstə gəlsin, amma ancaq, m ədatı. Bir də uşaqlar, bayaqları biz demişdik ki bağlayıcısı baş cümlədə işlənir, düzdürmü? İndi gəlin sizə bir cümlə deyim mən. Ki bağlayıcısı zaman mənası ifadə etdiyində bu zaman budaqda işlənəcək. Məktəbə çatmışdım ki Kənan məni çağırdı. Baxın, məktəbə çatmışdım ki, yəni çatmışdım sözünə biz çatanda deyə bilirik, düzdürmü? Məktəbə çatanda Kənan məni çağırdı. Andanla əvəzlədik. Bu zaman bu deməkdir ki, buradakı ki budaq cümlədə gəlib. Yəni birinci budaq, ikinci başdır. Bir də eyni zamanda uşaqlar bağlayıcı sözlərlə əvəzli qəlbin fərqini deyim sizə. Əvəzlik gəlib. Bilirik ki, əvəzlik gəlib. Əvəzlik gəliblər baş cümlədə olur. Yəni bunlar odur, budur, elədir, belədir və s. bu kimi sözlərdir. Bağlayıcı sözlər isə sual əvəzlikləridir. Kim, nə, hara və s. Bir növ bağlayıcı sözlər sual verir, əvəzli qəliblər bir növ belə deyim ki, cavab verir. İndi konspektin üzərindən bir daha keçək. Mürəkkəb cümlələr haqqında ümumi konspektimiz. 2 və ya daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsinə mürəkkəb cümlə deyilir. Tabesiz mürəkkəb cümlədə tərkib hissələri bərabər qupludur. Biri digərdən asılı olmur. Tabeli mürəkkəb cümlədə sadə cümlələrdən biri digərdən asılıdır. Tərkib hissələri arasında tabelilik bağlayıcıları var. Strukturu baş cümlə müstəqil, budaq cümlə asılıdır. Və dedik ki, baş budaq gəldiyində oxun baş istiqaməti, yəni ki, başa tərəf olmalıdır, ucu. Tabeli mürəkkəb cümlənin bağlama vasitələrimiz var ki, tabeli mürəkkəb cümlədə bağlayıcılar, bağlayıcı sözlər, şəkilçilər, yəni şərt şəkli, sağ üstə gəldə, bir də isə hissəciyindən istifadə olunur, ədatlar, m ədatı, intonasiya. Cümlə düzlüşünə baxaq ki, bəzən baş, bəzən budaq cümlə əvvəldə gəlməlidir. Bu hallarda aslı fikir əvvəl gəlir, budaq cümlə əgər gələrsə. Çünki budaq aslıydı axı. Bu hansı məqamlarda olur? Şərt bağlayıcısı ilə bağlananda. Şərt bağlayıcısı varsa, budaq başdan əvvəldir. Sxemimiz deməli belədir.
Bağlayıcı sözlər varsa, yenə də eyni qayda. Budaq, baş. Əslində başın budaqdan əvvəl gəlmə məqamı 3 dənədir. Onu bilsəz, digərlərini biləcəksiniz ki, budaq başdan əvvəldir. Şərt şəkli varsa, hissəciyi varsa, burada qeyd eləməsən də yadda saxlayın. Yəni sasə hissəciyi də varsa, budaq başdan əvvəldir. Güzəşt mənalı vasitələr, yəni güzəşt bağlayıcıları. Sağ üstə gəldə ədatı. Modal söz üstə gəlsin, amma ancaq. Yadda saxlayın uşaqlar. Təkcə amma ancaqla tabiri düzəlməz. Təkcə modal sözlə. Əgər modal söz üstə gəl, amma ancaq varsa, bu zaman da budaq başdan əvvəl gələn tabiri mürəkkəb cümlədir. M ədatı ilə bağlanarsa, yadda saxlayın uşaqlar. M ədatı sual məzmunu bildirmirsə, bu zaman tabiri mürəkkəb cümləni yaratmış olur. Yəni ki, budaq cümlədə gəlmiş olur. Sual məzmunu yaratsa, bu zaman budaq başdan əvvəl gəlməz. O da sizə çox düşən bir məqam deyil. Zaman mənalı ki, səhnəyə çatmışdım ki, yarış qutardı. Baxın, əgər biz kini andarla əvəz eləyə biliriksə, səhnəyə çatanda yarış qurtardı deyə bilirsinizsə, bu zaman budaq başdan əvvəl gəlib. Çünki zaman mənası yaradıbdır. İkinci, baş budaqdan əvvəl nə zaman gələr? Ki bağlayıcısı ilə bağlananda, səbəb bağlayıcıları, bir də intonasiya. Baxın, intonasiya ilə bağlanmağa qalanda, bunu da yadda saxlayın ki, burada niyəsə qeyd eləməmişəm. Budaq başdan əvvəl gəlmə məqamında da intonasiya ilə bağlanma var uşaqlar. Əgər sa əlavə edə biliriksə, budaq başdan əvvəl gəlibdir. Məsələn, biz bunu necə deyə bilərik? Məsələn, deyirəm ki, pis adamdır, yaxın durma. Pis adamdır, yaxın durma. Əgər biz buna sağ bərpa edə biliriksə, pis adamdırsa yaxın durma. Bilirik axı sağ budaq cümlədədir. İntonasiyana yaranmış olsa belə budaq başdan əvvəl gəlir. Biz yəni fikir verəcəyik. Əgər sağ bərpa edə biliriksə budaq başdan əvvəldir, ki bərpa ediriksə baş budaqdan əvvəl gəlir.